Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlərim. Bugün mən sizə DİM-in 9-cu sinif buraxılış imtahanına uyğun olaraq hazırladığı 20 sınaqdan, 20 sınaq kitabından sınaq 14-ün izahını verəcəm. Siz videonu izləyirsinizsə kanala abunə olmağı, videonu bəyənməyi, paylaşmağı, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sınaq 14-ə qədər olan sınaqların izahlarını da kanalda yerləşdirmişəm. İstəsəniz onlarla da tanış ola bilərsiniz. İmtahana gedəcək hər bir kəsə indidən uğur arzu edirəm. İnşallah ki, hər kəs istədiyi balı toplaya bilər. Bunun üçün təbii ki, əzm lazımdır və çox çalışan təbii ki də çox nəticə göstərəcək. Videonun açıqlama hissəsində, videonun aşağı hissəsində demək, əlaqə nömrəsi yerləşdirəcəm və həmin əlaqə nömrəsini WhatsApp-ına yazaraq həm əyani, həm də onlayn dərslər haqqında məlumat ala bilərsiniz. İndi isə keçək birinci sualımıza. Birinci sualda deyir ki, modal söz işlənmiş nümunəni müəyyən edin, qələmi tənzimləyək. Modal söz işlənmiş nümunəni istəyir bizdən. Dostum, yəni Şamil tarixçidir. Yəni burada, məsələn, aydınlaşdırma bağlayıcısıdır. Sözün düzü, mən bu barədə məlumatsızam. Sözün düzü burada ara sözdür, amma modal söz deyil, çıxıram. Həqiqətən onu əvvəl tanımadım. Həqiqətən burada C variantı, həqiqətən də modal sözdür. Yəqinlik bildirəm, modal sözdür. Burada insanlar arasında qərəz qəbul edilməzdir. Qərəz burada ikili nitq hissəsi kimi işlənə bilir əslində amonim kimi, amma burada isim kimi işlənmişdir. Ona görə çıxıram. Yaxşı işdir ki, hələ davam edir ki, burada demək, bağlayıcı mövqeyindədir. Yaxşı da yəni təyin mövqeyindədir. Yəni sifət. Keçək ikinci suala. 2-də deyir ki, ümumiləşdirici söz işlənmiş nümunəni müəyyən edin. Ümumiləşdirici söz həm cümlənin əvvəlində gələ bilər, həm də sonunda gələ bilər. Deyirdi ki, cümlənin əvvəlində gələndə özündən sonra qoşa nöqtə, sonunda gələndə isə tir işarəsi ilə ayrılırdı. Sosial müdafiəyə ehtiyacı olan şəxslər, uşaqlar, qocalar daha çox himayə olunurlar. Elə variant olaraq A variantıdır. Çünki burada uşaqlar, qocalar daha çox himayə olunurlar. Kim uşaqlar, kim qocalar. Burada ümumiləşdirib həqiqətən də şəxslər sözü bunu. Demək, başı ağrıyırdı, dünən gecə yatmamışdı. Burada aydınlaşdırır, çıxıram. O dövrdə Mirzə Ələkbər Sabir yeni satira ustadı. Burada əlavədir, çıxıram. O danışdı, fikrini dedi, sonra məclisi tərk etdi. Burada ümumiyyətlə ümumiləşdirici söz yoxdur. Həmcinslik var, amma ümumiləşdirici söz yoxdur. Tahir, Sabir və Sənubər, məni dinləyin. Hamı sizi gözləyir. Burada isə xitabdır, yəni. Müraciət eləyir burada. Ona görə yeni də çıxıram. 3. Qızğın iş gedirdi. Hamı işini vaxtında bitirməyə çalışırdı. Tabisiz mürəkkəb cümləsində tərəflər arasında hansı məna əlaqəsi var? 2 nöqtə işarəsi var. Baxıram ki, mübtədası xəbəri ayrı-ayrıdırsa, demək burada bir-birini aydınlaşdırır. Yəni ona görə variant olacaq A variantı. 4-ə baxaq. Hansı cümlədə çoxaltma dərəcəsində olan sifət işlənmişdir? Tünd çay, baxıram A variantında ümumiyyətlə çoxaltma dərəcəsində deyil. Çünki tünd sözündən sonra tünd birincisi defslə yazılmalıydı. Və özündən sonra isim gəlib. Ona görə də mən bunu çoxaltma dərəcəsi hesab etmirəm. A variantını çıxıram. O lap gözəllik vurğunudur. Burada gözəllik sözü isimdir. Ona görə çıxıram. Sözün kökü sifət olsa da bizə çoxaltma dərəcəsində olan sifət lazımdır. Bu isimdir. Biz səni onun qədər tanıyırıq. Burada ümumiyyətlə görürsünüz ki, sifət yoxdur. Çıxıram. Dünən baxdığımız film olduqca maraqlı idi. Aha, maraqlı idi. Necə, nə cür olduqca sözü burada ədatdır. Demək, qüvvətləndirici ədatdır və çoxaltma dərəcəsini yaratmışdı sintaktik yolla. Ona görə cavab olur D variantı. Ən gec gələn o idi. Burada gec sözü demək, sifət yox, zərfdir. Çıxıram. Yəni, bunun qarşısında olan ən, demək, işlənsə də ədat mövqeyində, amma gec sözü burada sifət deyil. Keçək 5-ci suala. Deyir ki, bu dünyada bütün əşyaların da yaddaşı var cümləsinin təhlili ilə bağlı doğru fikir istəyir bizdən. Var. Var. Nə? Əşyaların yaddaşı. Hansı əşyaların? Bütün əşyaların. Harada? Dünyada. Hansı dünyada? Bu dünyada. Təyin. Sözlərdən biri təsirlik haldadır. Baxıram ki, burada təsirlik halda söz yoxdur. Ona görə biri çıxıram. Biri çıxıramsa A-nı, D-ni, B-ni çıxıram. 2 fərqli məna növünə aid əvəzlik işlənmişdir. Baxıram ki, bu işarə əvəzliyidir. İşarə və bu da təyini əvəzlikdir. Təyini. Ona görə də 2 düzdür. Hal şəkilsiz qəbul etmiş 2 söz var. Baxıram, əşyaların sözü yəlik haldadır. Yəlik.
Dünyada sözü demək yerlik haldadır. Yerlik. Ona görə də 3 də düzdür. Qrammatik mənası olmayan söz əlaqə yaratmağa xidmət eləyir. Ümumiyyətlə əlaqə yaratmağa xidmət eləyən söz cümlələr arasında, sözlər arasında, söz birləşməsi arasında bağlayıcıdır. O da daha bağlayıcısından istifadə olunmuşdur burada. Ona görə 4 də düzdür. 2 söz ardıcıl mənsubiyyət və hal şəkilçisi qəbul etmişdir. Burada mənsubiyyət və halı birlikdə qəbul edən söz yoxdur. Yaddaşı sözündə mənsubiyyət, əşyaların sözündə hal, dünyada sözündə hal şəkilçisi var. Yəni hər ikisi bir yerdə iştirak etmir. Ona görə 5 də yanlışdır. Yanlışdırsa 2, 3, 4 bizim cavabımız C variantı. 6. Cümlələrdə feilin hansı şəklinə aid nümunə yoxdur? Sən saydığını say, gör fələk nə sayır? Say burada əmr şəklindədir. Çıxıram. Sayır sözü burada xəbər şəklindədir. Çıxıram. Tapşırıqların sonuna qədər yazmalısan, vacib şəklindədir. Çıxıram. Gəlsən şərt şəklindədir. Çıxıram. Çayı keçməmiş sevinməzlər. Bu da əmr şəklində, xəbər şəklindədir. Çıxıram. Çünki qeyri-qəti gələcək zamanın inkarı ilə ifadə olunmuşdur. Bir tək arzu şəkli yoxdur. Cavab olur A variantı. 7. Sual tələb etməyən xəbər işlənmiş cümləni müəyyən edin. Sual tələb etməyən xəbər işlənən cümlə nə ola bilər? Predikativ xəbər ola bilər. O da baxaq. Çıxsın məcrasından çaylar bugündən, nə etsin çıxsın var feili xəbərdir. İndi onun qəti cavabı belədir. Necədir? Belədir. Burada əvəzliklə ifadə olunmuş ismi xəbərdir. Çıxıram. Mənim daha sözüm yoxdur. Yoxdur, bəli, ismi xəbərdir. Predikativdir, suala cavab vermir. 6 predikativimiz var idi ki, var, yox, lazım, gərək, mümkün, bəs. Bunlar suala cavab vermədən demək ismi xəbər olurdu. Təbrizin ən qədim küçələrindən birinə aid idi. Burada demək Təbrizin küçələrindən birinə aid idi. Hamısı olacaq xəbər mövqeyində və burada ismi xəbərdir. Suala cavab verir. Vaxt üstümüzdən yel kimi keçir. Neydir? Keçir. Burada da feili xəbərlə ifadə olunmuşdu. Təsriflənən feillə. Yəni suala cavab verir. Cavab olur 7-də C. Dostları bizə gələndə kiçik qardaşım nədənsə narahat oldu. Nə etdi narahat oldu? Kim? Qardaşım. Hansı qardaşım? Kiçik qardaşım. Təyin elə çəkdim ki. Aha, kiçik qardaşım. Niyə, nə səbəbə nədənsə narahat oldu? Nə zaman? Dostları bizə gələndə. Bu zaman zərfidir. Zaman. Bu isə səbəb. Baxaq, cümlədə yer zərfliyi yoxdur. Düzdür. Çünki yanlış istəyir bizdən. Feili xəbərli cümlədir. Narahat olmaq feili xəbərdir. Bəli. Demək, mürəkkəb feillə ifadə olunmuşdu. Biri, amma sadə xəbərdir. Bir təyindən istifadə olunmuşdu. Bəli, kiçik sözü təyindir. Sual əvəzliyi məqsəd zərfliyi rolundadır. Məqsəd yox, səbəb zərfliyi rolundadır. D variantı yanlışdır. Mənsubiyyə şəkilçili sözlərdən biri mübtədadır. Bəli, qardaşım sözü mübtədadır burada. Ona görə Y də düzdür. Cavab olur 8-də D variantı. Qeybət sözünün fonetik təhlili ilə bağlı doğru fikri istəyir bizdən. Nə cür yazılıbsa, o cürlə tələffüz olunur. Bir məqamda sait uzanması baş verir, yanlışdır. 3 cingiltili bir kar samit var. Q cingiltili, Y cingiltili, B cingiltili, T kar. Bəli, elə cavab olur B variantı. Deyiliş ilə yazılış arasında bir fərqli məqam var, yanlışdır. Bir samitin cingiltili qarşılığı yoxdur. Ya yanlışdır. 2 incə qapalı sait işlənmişdir. İncədə amma qapalı deyil. Yəni burada olanlar E ilə Ə demək açıq saitdir. Amonim olmayan sözü müəyyən edin. Rəng sözü musiqidə var. Bir də sarı-qırmızı rəng. Sap sözü baltanın sapı mənasında ola bilər. Bir də iynənin sapı mənasında. Çin sözü rütbə mənası var. Bir də var Çin, yuxunun Çin olmağı, doğru olmağı. Sonra din sözü dinmək, bir də İslam dini, Xristiyan dini mənasında. Diş sözü isə çox mənalıdır. Amonim olmayan sözdür. Cavab olur onda D variantı. Aha, indi isə baxaq Nərgizgülü çiçəyi mətninə. Burada nədən bəhs olunur? Demək, Nərgizgülü çiçəyi mətni bədii mətindir və 11-20 saylı tapşırıqlar bu mətin əsasındadır. Siz ekranı saxlayıb, əgər mətinlə tanış deyilsinizsə, mətinlə tanış olub, daha sonra cavabları bir-bir mənimlə yoxlaya bilərsiniz. Gəlin baxaq birinci, yəni 11-ci sualımıza. Mətinlə bağlı yanlış fikri müəyyən edin. Mətndə sevgi və laqeydlik qarşılaşdırılır. Bu yanlış fikir istəyir bizdən. Sevgi və laqeydlik qarşılaşdırılır. Bəli. Qoca kişi həyat yoldaşına qarşı səmimi və qayğıkeş idi. Bəli, qayğıkeş idi həqiqətən də qoca kişi. Yəni onun qayğısına qalırdı. Nərgizgülü çox sulanmağı tələb etməyən bitkidir. Hər dəfə həyat yoldaşı durub onu sulayanda, yəni qadın sulayanda kişi
o yerinə girəndən sonra kişi ayağa dururdu və həmin o suyu boşaldı. Daha sonra dibinə, necə deyim, yəni dibinin suyunu alırdı. Qadın neçə müddət idi ki, bağban işləyirdi? Qadın yox, kişi bağban işləyirdi. Baxın, bu hissədə deyir ki, qadın sözə başlayır. Yəni, bu söhbət ilk olaraq qadın söhbətə başlayır da. Yəni, burada deyilən sözlər qadının sözləridir və burada da deyir ki, yoldaşım bağban işləyirdi. Demək, qadının yoldaşı idi bağban işləyən. Qadın özü bağban işləmirdi. Ona görə burada cavab olacaq C variantı. Amma yenə də digərlərinə baxaq. Hakim məsələni bildikdən sonra duyğulanır. Bəli, hər kəs duyğulanır. Hər kəsin yanağından yaş süzülür. Hətta bu işə xitam vermək istəyən hakim də göz yaşlarını saxlaya bilmir. Ən sonuncu abzasda bundan danışırdı. Həkimin məsləhəti fayda vermişdi. Bəli, verirdi. 12. Mətnin ideyasına uyğun aforizmi müəyyən edin. Burada deyir, məhəbbət təbiət kimidir, ilk soyuqlar daha çox hiss olunur. Burada əslində o deyirdi ki, bizim məhəbbətimiz hələ də bitməyib. İlk soyuqdan söhbət gedə bilməzdi. İlk məhəbbətin bütün sehri ondan ibarətdir ki, sən hələ bilmirsən ki, ondan sonra nə olacaq? Xeyr, bu ondan sonra nə olacaq müəmmalı bir şey yox idi burada. Sevginin dünəni yoxdur və o sabahı haqqında düşünmür. Əksinə, çıxıram. Dünyada ən böyük xoşbəxtlik əmin olmaqdır ki, sizi sevirlər. Bəli, yaşlı kişi ilə yaşlı qadının situasiyası elə buna uyğun idi. Ona görə cavab D variantı olacaq. Ancaq xoşbəxtlik məhəbbət üçün ölçü ola bilər. Xeyr, bu yanlışdır. Və 13-cü sual. Mətndə hansı suala cavab tapmaq mümkündür? Həkimin məsləhətinə əməl edilirdimi? Edilirdi, bəli. Həkim tapşırmışdı ki, çiçək sulansın. Yəni, üzrlə hesab edeyim, bunu işarələməliydim. A variantı, bəli. Qoca kişi niyə boşanmaq qərarına verdi? Qoca kişi qərarı vermirdi. Əslində, qadın qərarı verir birinci. Hakim nə üçün qocaya söz vermir? Söz verir. Qoca kişi Nərgüzgünü niyə sulayırdı? Əslində, qadın sulayırdı. Kişi onun dibini boşaldırdı. Cütlük nə zaman evlənmişdi? Bu barədə bir məlumat yoxdur. Qarşısında rəqəm qoyulmuş sözlərdə məcazi mənada olanları seçin. Gəlin, baxaq, görək məcazi mənada. Burada hansılar məcazi mənadadır? Aha. Deyir ki, bugün hakim qəribə işlə qarşılaşmışdı. Hakimin qəribə işlə qarşılaşmağı, bəli, məcazidir. Demək, üç bucağı götürürəm. Bunu başqa qələmlə işarəliyim ki, aha, qarşılaşmışdı. Sonra baxaq ikinci, yaşlı qadın, bu yox. Yaşlı qadın ola bilər. Qarşılıqlı sevgimiz heç vaxt sönmədi. Sevginin sönməyindən bəhs olunur burada, bəli, götürürəm. Baxaq, demək, bunu unutdum burada. Deyir ki, şikayətimi dinləyəcək, onların rəsmi evinə son verəcəkdir. Son vermək, bəli, bu da məcazi mənadadır. Düşündü, haqlı olduğunu düşündü, bu məcazi mənada deyil. Başqa varmı? Yoxdur. Demək, buradan götürəcəm mən bu işarələri. Üçbucaq, dairə və bu işarəni, sönmədi sözü yazılan işarəni. Aha, o da hansı variantda öz əksini tapıb. Demək, buradan seçəcəyik. Demək, Y variantını. Baxaq 15-ci suala. Deyir, mətnin tərkib hissələrinə müvafiq olaraq uyğunluğu müəyyən edin. Giriş, əsas, nəticə hissə. Məhkəmə salonunun sakitliyi. Burada bundan bəhs olunurdu. Məhkəmə salonu sükut içində idi. Demək, 1-ə yazıram A. Sonra B-yə baxıram. Deyir ki, ağlayan hakim. Bu, ən son nəticə hissiyə aid idi ki, hamı duyğulanmışdı. Hakim də göz yaşını saxlaya bilməmişdi. Demək, bunu yazıram. Demək, 3-ə B. Yaşlı kişinin etirafı bu C-də idi ki, orada deyir ki, qadın, yəni duranda mən də dururdum, gedib onun tökdüyü suyu boşaldırdım. Yəni bunun bilavasitə onun qayğısına qalmağının göstəricisi idi. Sonra D-yə baxaq, qəribə məhkəmə işi. Qəribə məhkəmə işi giriş hissəyə aiddir. Baxın, burada deyir ki, qəribə işlə qarşılaşdı, yəni. Bu giriş hissədədir. Demək, bunu yazıram, D-ni yazıram bura. Y-yə baxıram, gecə baş verən qəribə hadisə. Bu da əsas hissəyə aid idi ki, gecə yəni o çiçəyi sulamaq, o çiçəyin dibindən suyu boşaltmaq filan. 1-ə A, D, 2-yə C, Y, 3-ə də aid olur B. Demək, cavab olur C variantı. 16. Mətndə tündqara hərflə verilmiş sözün doğru şərhini müəyyən edin. Mətndə tündqara hərflə verilmiş söz, bir dəqiqə. Tündqara hərflə prosedur sözüdür burada. Prosedura düşündü, lakin prosedura uyğun olaraq həyat yoldaşının da fikrini öyrənmək məqsədini ondan soruşdu. Aha. Demək, prosedur sözü burada çətin izah edilən hisslər mənasında deyil, hər hansı işin müəyyən olmuş qaydaları mənasındadır. Bəli, hakimin əslində hər iki tərəfin fikrini soruşmalıdır. Yəni, qadını dinləyəndən sonra ona haqq qazandırır, amma deyir ki, işin gərəyi
nisbətində kişidən də nəsə soruşmalı idi. Ona görə B variantı olacaq. Məhkəmənin hökmü ən sonda verilir? Yox. Müxtəlif mənalarda düşünə bilir? Yox. Problem sözünün qarşılığıdır. Bu da uyğun gəlmir, yəni prosedur sözünə. Cavab olur 16-da B variantı. 17. Deyir, mətndə nöqtələrin yerinə uyğun nümunəni müəyyən edin. Nöqtələrin yerini tapaq. Deyir ki, bax buradadır. Deyir, mən də bir çarə tapdım və bu yalanı uydurdum. O hər dəfə deyir, oyananda mən də oyanırdım. İşini tamamlayıb yatağına uzananda mən ayağa qalxır, çiçəyin suyunu boşaldır, kağızlarla torpağa qurudardım. Bax, burada oyanardım sözü uyğun gəlir. O oyananda mən də oyanırdım deyir, yəni. Yatırdım yox. Yatıbsa necə oyana bilər, yəni. İstirahət edirdim, bu uyğun gəlmir. Narahat edərdim, uyğun gəlmir. Fikrimi dəqiq çatdırardım. Bu da yəni fikrini çatdırmaq, əslində burada əməl lazımdır, fikrini çatdırmaq yox. 18. Nə istəyir 18-də? Mətndə çərçivədə verilmiş sözlə bağlı doğru fikri istəyir bizdən. Çərçivədə verilmiş fikir, baxaq görək, baxmalıyıqdır və yoldaşım bir gün mənə dibçəkdən əlgüzgülü çiçəyini gətirib dedi ki, bugün çiçəyə baxmalıyıq. Bu çiçəyə baxmalıyıq daha doğrusu. Baxmalıyıq qulluq etmək mənasındadır da, təbii ki. Burada sözün həqiqi məcazi mənasını verib, söz həqiqi məcazi mənadadır. Təbii ki, məcazi mənadadır, həqiqiləri çıxaq. Çünki orada çiçəyə baxmaq qulluq etmək mənasındadır. Nəyəsə müşahidə etmək, nəyəsə uzun-uzadı göz təması qurmaq mənasında deyil. Məcazi mənadadır. Tapşırıqları diqqətlə bax, nəzərdən qaçan olmasın. Burada baxmaq o mənada deyil, yəni. Yenə deyirəm, qulluq etmək mənasındadır. Yerinə qulluq etməyə qoyuram bura. Uyğun gəlmir axı. Ona görə A-nı da çıxıram. O gedən uşağa yaxşı qulluq et. Gör necə xoşbəxtdir, uyğun gəlmir. Demək qalır Y variantı. Məcazi mənadadır. Bəli. Uşaqlara yaxşı bax, qulluq et. Mən gec qayıdacağam. Bu uyğun gəlir. Bəli. Y variantı bizim cavabımız olacaq. 19. Altından xətt çəkilmiş ifadənin yerinə görə əvəz edə bilən məcazi mənalı sözün işləndiyi nümunəni müəyyən edin. Demək, altından xətt çəkilmiş ifadəyə baxaq birinci biz. Altından xətt çəkilmiş ifadə burada şikayətini dinləyəcək. Şikayətini dinləyəcək sözüdür, ifadəsidir. İki qocanın şikayətini dinləyəcək. İndi şikayətini dinləmək, şikayətinə qulaq asmaq yaza bilərik. Şikayətinə qulaq asmaq mənasındadır. Və yaxud da şikayətinə diqqət yetirmək mənasındadır. 20-yə baxaq. 20-də nədir? Kontekstə uyğun. Mətndə üzərində rəqəm yazılmış sözlərə əsasən cədvəli tamamlayan nümunələr yazın. Mətndə üzərində rəqəm yazılmış sözlər, demək, ağlıma gəlməzdi. Yenə də başqa qələmlə eləyim ki, ağlıma gəlməzdi və bir də fikrinə gəldim mənasındadır. Burada bir fikir ağlıma gəlməzdi. Burada isə yaşamağın mənasız olduğu fikrinə gəldim. Aha, indi burada nə istəyir bizdən? Deyir, kontekstə uyğun qarşılığını ifadə etdiyi məna. Ağlıma gəlməzdi, xəyalıma gəlməzdi mənasında yaza bilərik. Aha. Xəyalıma gəlməzdi, yadıma düşməzdi. İndi həmin qarşılığın ifadə mənanın mətndən kənar cümlədə işlədilməsi, cümlə daxilində daha doğrusu işlədilməsi. Məsələn, deyirəm ki, bu hərəkətlər onun xəyalına belə gəlməzdi. Xəyalına belə gəlməzdi. Sonra ikinci söz nə idi? Fikrinə gəldim. Bu fikrə gəldim mənasında. Bu qənaətə yazdım bura. Gəlmək mənasındadır. Fikrinə düşmək. Düşmək mənasındadır. İndi onun qarşılığı, məsələn, deyirəm ki, bu məsələdən sonra getmək qənaətinə gəldim. Gəldim formasında ola bilər. İndi isə keçək Pisa qülləsinə. İtaliyanın Pisa şəhərində yerləşən bu qüllə haqqında məlumat verilmişdi. Mətni siz aydın görürsünüz. Publisistik mətindir. 21-30 saylı tapşırıqlar bu mətn əsasındadır. Mətnlə tanış deyilsinizsə, ekranı saxlayıb, videonu saxlayıb, mətnlə tanış olub, daha sonra cavablarınızı mənimlə yoxlaya bilərsiniz. Baxaq. Mətndə üzərində rəqəm yazılmış hansı sözlər məcazi mənada işlənmişdir? Burada hesab edilir sözü məcazi mənada deyil. Ona görə birləri çıxıram.
Sonra baxıram 2 hardadır, hesablanmışdır sözü. Yenə də həqiqi mənadadır, çıxıram. Çünki bizə məcazi lazımdır. Məcazini istəyir bizdə. Sonra 3 baxaq, istiqaməti. Yuxarıya doğru istiqamət həqiqi mənadadır. Yenə də çıxıram. Baxıram 4-də. 4-də deyir ki, tikilinin əyilmə meyli 3,97 dərəcədə sayılır. Dərəcə sayılır. Burada sayılmaq 1, 2, 3 mənasında deyil. Ona görə 4 məcazi mənadadır. 5-ə baxaq. 5 hardadır? Bir dəqiqə. Düşməsi, sözsüz ki, güllə inşa olunanda bu vəziyyətə düşməsi, burada nəyinsə aşağıya düşməsi mənasında deyil, vəziyyətə düşmək mənasındadır. Bəli, məcazi mənadadır. Ona görə cavab olur 21-də Y. 22. Mətndə hansı faktın səbəbi aydın olur? Güllənin əyilməsinin səbəbi aydın olmur bizə. Güllənin adlandırılmasının Pisa şəhərinin adı ilə bağlı idi. Bəli, bunu götürürük əslində. Güllənin inşasının gecikməsinin səbəbi məlum deyildi. Deyir, bəzi səbəblərdən, hətta onun 176 il sürmüşdü, yəni inşasının 176 il. Güllənin indiyə kimi yıxılmamasının səbəbi aydın deyil bizə. Alman imperatorunun güllədə dəfni, bəli, Alman imperatoru 7-ci Henrix burada dəfn olunmuşdu, amma bunun səbəbi məlum deyil. Ona görə yeni də çıxıram. Cavab qalır B variantı. 23. Tünd qara hərflərlə verilmiş sözü əvəz edə bilən nümunəni müəyyən edin. Tünd qara hərflərlə verilmiş vertikal sözüdür. Vertikal sözü şaquli mənasındadır. Yəni, bu əzbərə dayanıqlı bir sual idi. Mənanı bilməlisiniz ki, leksik mənasını yazada biləsiniz. 24. Mətndə hansı suala cavab yoxdur? Güllənin hündürlüyü nə qədər idi? Burada verilmişdir əslində ki, 55,86. 55,86 metr idi. Ona görə A-nı çıxıram. Gülləni kim inşa etmişdi? Burada gülləni inşa edənin adı yox idi. Ona görə cavab olacaq B variantı. Güllə hansı şəhərdədir? Pisa şəhərindədir. Çıxıram. Güllənin inşası neçə il sürüb? 176 il. Çıxıram. Güllə haqqında hansı proqnozlar var? Burada deyir ki, mühəndislər hesab edirlər ki, güllənin haqlı olaraq düşən güllə adlandırırlar. Çünki gec ya tez güllə düşəcək, yəni yıxılacaq. Bu proqnoz var, yəni. Bunun cavabı var mətndə. 24-də cavab olur B variantı. Keçək 25-ə. Mətnə görə doğru fikirləri müəyyən edin. Güllənin tərəflərinin hündürlüyünə görə fərqlənir. Bəli, orada deyirdi ki, bir dəqiqə həmin hissəni göstərim sizə. Demək, qələmi dəyişim ki, hamısı qırmızı olanda seçmək olmur. Aha, burada deyir ki, bir tərəfinin torpaqdan hündürlüyü 55,86 metr, ən yüksək tərəfi isə 56,7 metr hesablanmışdır. Demək, bunların tərəfləri arasında fərq var əslində. Ona görə də bir nədir? Bir doğrudur. Bizə də doğru istədiyinə görə birin qabağından plus qoyuram. Güllənin inşasının məqsədi bilinmir. Burada dəqiqə düşən güllə adlandırırlar. Burada var idimi? Bir dəqiqə. Deyir də, burada deyir, güllə baş kilsənin yanında kilsə zəngilərinin asılması məqsədi ilə inşa olunub. Məqsədi var idi əslində buradan. Ona görə demək, bu düzgündür, amma qarşısında yanlış qoyuram. Çünki yəni zəngilərin asılması məqsədi iləndir. Təhlükəli olduğu üçün güllə ilə bağlı hesablamalar da aparılmır. Bu yanlış fikirdir. Hesablamalar aparılır, yəni. Güllənin əyri olması məqsədli deyildi. Bəli, məqsədli deyildi həqiqətən də. Yəni, orada deyir ki, onun əyilməsi, yəni güllənin əyilməsinin səbəbini inşa olunanda bu vəziyyətə düşməsi planlaşdırılmamışdı, burada deyirdi. Ona görə də bu əyri olması məqsədi deyildi. Fikri düzdür. Güllənin əyilmə ölçüsü məlumdur. Bəli, orada qeyd eləyirdi ki, nə qədər əyilmişdi. Yəni deyir ki 0,3 metr, yəni 33 metr, yəni son 100 ildə. Ona görə burada doğruları istəyirsə 1, 4, 5 cavab olur Y variantı. Və 26. Çərçivədə verilmiş sözü əvəz edə bilən ifadələri müəyyən edin. Çərçivədə verilmiş söz burada möhtəşəm sözüdür, səhv etmirəmsə. Aha, möhtəşəm sözü. Möhtəşəm tikillərdən biri hesab olunur. Gəlin indi onun yəni hörmətli mənası ola bilməz möhtəşəm sözünün. Ona görə A-nın yeri çıxıram. Yekunlaşdırılmış ola bilməz. İkiləri də çıxıram. Əzəmətli, bəli, möhtəşəm, əzəmətli və ecazkar. Hündür ola bilməz. Ona görə cavab olur B variantı. 27. Mətndə altından xətt çəkilmiş sözün eyni mənada qarşılığının işləndiyi nümunəni müəyyən edin. Mətndə altından xətt çəkilmiş sözə baxaq birinci. Görək hansı sözdür altından xətt çəkilib. Aha, yuxarı. Güllənin yuxarı hissəsi vertikal vəziyyətdədir, deyir.
Aha, yuxarı hissəni indi burada yüksək vəzifə sahibləri, yuxarı hissə burada həqiqi mənadadır mətnin içərisində, amma buradakı yüksək vəzifə məcazi mənadadır. Daim uca zirvələrdə adını görək. Adının görünməsi məcazi mənadadır. Stolun baş tərəfində ağcaqanadlar əyləşmişdi. Yox, yuxarı tərəfində deyə bilmirəm. Yəni yuxarı tərəfində deyə bilsəm də mətndəki mənası ilə qarşılıq təşkil eləmir. Divanın üst hissəsi biraz zədələnmişdi. Yuxarı hissəsi, bəli, hər hansı bir yerin, nöqtənin yuxarı hissəsindən danışır. Burada da eyni qayda ilə D variantı uyğundur. Bura dağın ən hündür zirvəsidir. Bu da yuxarı sözünü hündür sözünə əvəz eləyə bilmirəm burada. 28. Klassiyi tamamlaya bilən fikirləri istəyir. Mətnin plan bəndlərinə aiddir. Baxaq, məşhur tikilinin xüsusiyyətləri bəli aiddir. Alman imperatorunun vəsiyyəti aid deyil. Kilsə zənginin ağırlığı uyğun deyil. Ona görə də proqnozlar bəli. İndi hal-hazırda da proqnozlar verilir. 1-4 cavab olur Y variantı. 29-cu, yəni açıq sual. Deyir ki, tünd qara hərflə verilmiş cümlədə yanlışlığı düzəldib cümləni yenidən yazın. Burada bir dəqiqə həmin o hissəni tapım. Deyir ki, başqa sözlə desək, bu tünd qara hərflə belə ki, güllənin dibindən atılan bir daş güllənin başından 5 metr aralıya düşür. Bax, burada bunu dəyişməliyik əslində. Həmin cümləni yazırsınız eyni qayda olaraq, yəni yanlışlığı düzəldib, daha doğrusu ya həmin cümləni yazıb daha sonra yanlışlığı da düzəldə bilərsiniz. Amma birbaşa yanlışlığı düzəltsəz daha yaxşı olar. Yazmaq olar ki, belə ki, güllənin başından atılan bir daş güllənin dibindən 5 metr aralıya düşür. Başından yox. Yəni ona görə yəni orada başından sözü, cümləni eyni yazırsınız, başından sözü dibindən sözü ilə əvəz edirsiniz. Sonra 30-cu hissəyə baxırıq. Suala deyir ki, tərkib hissələrinə əsasən cədvəli tamamlayın. Giriş hissə verilmişdi. Giriş hissə nə deyək? Məşhur güllə deyək də. Məşhur güllə. Səbəbsiz hadisə verilmişdi. Bu əsas hissəyə aiddir. İndi burada qalır bir nəticə hissə. Nəticə hissəyə də mühəndislərin qənaəti. Ən sonda, yəni onsuz da yıxılacaq deyə, ya gec ya da tez güllə nə vaxtsa düşəcək, yəni düşən güllə adlandırılmasının səbəbini də izah etmişdi orada. Yəni o mühəndislərin qənaəti idi. Belə. Yəni burada səbəbsiz hadisə hissəsini deyərsiniz. Səbəbsiz hadisə, yəni məsələn deyə bilərik ki, ən tanınmış Alman imperatoru 7-ci Henrix orada dəfn olunmuşdu. Yəni bu səbəbsiz hadisə idi, yəni əsas hissəyə aid olan. Demək, sınağın izahı bu qədər. Siz sınağı izlədinizsə, videonu izlədinizsə və izahı bəyəndinizsə, videonu bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun.